Değerli izləyicilərim, Allah'a salam olsun sizlərə. Düz mərkəzdə sürət qatarının icra hakimiyyətin və beynəlxalq bankın qarşısında bax bu binada 3 otağa düzəlmə 70 kvadrat şəxsi təmir kupçalı orta mərtəbədə bir ev təqdim edirlər. Gedək evimizlə tanış olaq. Değerli izləyicilərim, mənzilimiz şəxsi təmir. Şəxsi yəni sıfırdan bir nəfər də olub. Özü üçün təmir eləyib, dəyərli izləyicim, özü üçün yaşayır. Full da əşyalı satılır. Bax giriş hissəmizdir. Mərtəbəmiz də ortadır. İpoteka yararlıdır. Kupça əldədir. Bax bizim hamam sağ hissəmizdir. Gördüyünüz kimi. Keçirik. Bax bu gözəldir, bax görsən. Proyektlər var ya, oradan ora girirsən buradan. Ən gözəl proyektdir bax, hol hissəsindən. Gəldik burada gördük. Mənzilimizdə 2 kondisioner var, ikisi də qalır. Ümumi gördüyümüz mənzildə hər bir şeydən bir dənə sahibidir ki, bu televizoru götürürəm. Qalan hər bir şey evin içində qalır. Yeri də gördünüz də, xırdalanın ürəyi. Buradan keçirik mətbəx hissəsinə. Bax, bu da bizim gör bax. Paltar yanıdır, soyuducudur. Hər biri evin içində qalır. Buradan da balkon hissəsinə çıxışımız var. Keçək yataq otaqlarımızı sizə göstərək. Keç qardaşım, bax bu bizim növbəti yataq otağımız. Bu otaqda da gördüyünüz dolab daxil olaraq, pərdəsi, hər biri mənzilin içində qalır. Belə də gözəl bir xocamız yığılıb. Keçək indi 3-cü otağımızı göstərək. Gəl qardaşım. Bu da bizim gördüyünüz növbəti 3-cü otağımızdır. Otaqlarımızın ölçüsü çox gözəl şəkildə bölgə olunub. 3 otağa düzəlmədi 70 kvadratdır. Amma elə bölgə olub ki, mətbəx daxil bütün belə deyək, gördüyünüz otaqlara hər birinə pəncərəmiz düşür. Mənzilimizin qiyməti mərkəzdə icra hakimiyyətinin sürət qatarının yanında 70 kvadrat, full əşyalı, kupçada əldə cəmi cümlətanı 139.500 manat. Allah alana da, satana da xeyir versin inşallah.